Vereceğim mikrofonu, kim danışmak istesin buyursun. Başta qəhrəman şəhidlərimiz olmaqla, əziz şəhid ataları, əziz şəhid anaları, qazilərimiz, bura gələn hər kəs salamlayıram. Şəhidlərimizi ona görə salamlayıram ki, onlar ölməyiblər. Onların ruhuna qurban ola, biz onların ruhundan nəfəs alıb yaşayırıq. Mən hər zaman deyirəm, əgər kimsə şəhidin unudursa, o dövlətin unudur, o bayrağın unudur, o kimliyin unudur. Şəhidin sevən hər kəs dövlətin də sevəcək, bayrağın da sevəcək, əzizlərin də sevəcək. Bugün əgər bizim o bayrağımız ən uca zirvələrdə, o dağların zirvələrində dalğalanırsa, bugün hər kəs o adəti dövlət qurumlarında rahat işinə gedib gələ bilirsə, bugün bizim ərazi bütövlüyümüz varsa, bu birinci qəhrəman şəhidlərimizin, qazilərimizin sayəsindədir. Bunu heç kim unuda bilməz. Kim olur olsun, vəzifəsindən, imkanından, şəraitindən asılı olmayaraq, kim olur olsun. Heç bir nə məmur, nə də sıravi bir vətəndaş. Heç kim bunu görməzdən gələ bilməz. Biz nə qədər ki varıq, nə də qoymayacaq bu şeylər olsun. Mən xahiş edirəm, bəzən çıxışlarda deyirlər, bizim 3000 şəhidimiz, 5000 şəhidimiz, bu sözləri xahiş edirəm, yığışdırın. Çox xahiş edirəm bir qazi olaraq. Biz ümumi şəhidlərimizdən danışmalıyıq. Əgər biz şəhidlərimizə fərq qoysaq, 3000, 5000, 10000 şəhidimiz var. Yəni sabahlarım bizim 20-dəki də antiterrordakı qardaşlarımıza da nə vaxtsa bir düşmənin hiləsinə düş gələn şəhidlərimiz olsa, onlara da fərq qoyulacaq, unudulacaq. Biz xahiş edirəm, bizim 1918-ci ildə də şəhidimiz var. Birinci Qarabağ müharibəsində də, 2010-da da, 2014-də də, 2016-da, 2020-də antiterror əməliyyatlarında şəhidlərimiz var. Biz hamısını eyni təbəqədə görməliyik, eyni ehtiramla yanaşmalıyıq. Biz onlara fərq qoysuq, əgər biz birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşlarımızı unutsuq, atalarımızı. Növbəti 30 ildən sonra belə çıxır ki, biz 2020-də antiterror əməliyyatlarında şəhid olmuş qardaşlarımızı da unudacaq. Ona görə biz fərq qoymamalıyıq. Bunu biz yaşamalıyıq, əziz şəhid ailələri, əziz qazilər. Çünki biz bu şeyin içindəyik. Biz bu ağır acını yaşayırıq. Bunu biz fərq qoymamalıyıq. Hər zaman bir saxlamalıyıq. Şəhidlərimizi eyni ehtiramda saxlamalıyıq. Biz məsələn 1-ci Qarabağ müharibəsinin qazilərinə biz qardaş deyirik. Çünki bizim amalımız bir olub. Biz qazi qardaşıq. Şəhidlərimizi əzizlərimiz bilirik. Bizim 1-ci Qarabağ müharibəsində də şəhid analarımız var. Allah onların ruhunu şad eləsin. Bizim itkinlərimiz var. Onları unutmaq olmaz. Onlar bizi bu günlərin rahat yaşayaq deyə canlarından keçiblər, amma biz onları bugün tanımırıq. Onlar itkindir. Bunları unutmaq olmaz. Mən çox xahiş edirəm. Fərqi yoxdur, adiyyəti dövlət qurumlarında. Əgər siz fərqi yoxdur, bu icra başçısı, nazirdir, sıravi vətəndaşdır. Dövlət qurumlarına əgər gedirsinizsə, sizi hörmətlə qarşılayırlarsa, o insanlar dövlətin sevən insanlardır, dövlətin sevən məmurlardır. Sizə hörmətsiz eləyirlərsə, onlar bu millətdən deyil, bir mənalı olaraq, başqa cür ola bilməz. Qasım qardaşımızın timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Nə qədər ki bizlər var, onların qardaşları var, hər zaman haqqımızı deyəcəyik. Bu yolda, haqq yolunda başıma nə gəlir gəlsin, mən bunu 2020-dən bura deyirəm, son nəfəsimə qədər də deyəcəm. Sizlərin hər zaman haqqınızı deyəcəm. Mən hər zaman deyirəm, əziz şəhid ailələri, əziz qazilər, sıravi vətən, kimsə fikirləşməsin ki, mən şəhid ailəsiyəm, mən qaziyəm, mən şəhidim məni cənnətinə aparacaq. Şəhidim bizi o zaman cənnətinə aparacaq ki, biz şəhidin haqqını deyək. Çünki şəhidlərimiz haqq yolunda bu dünyadan köçdülər. Biz onların haqqını deməsək, kim olur olsun, istəyir atası, anası, istəyir mən döyüş yoldaşı qazi olum, mən onun cənnətinə gedə bilməyəcəm, nə qədər vuruşsam da. Bu mümkün deyil, yəni kimsə özün kənara çəkməsin. Biz onların haqqını deməliyik son nəfəsimizə qədər. Bu qədər. Allah bütün şəhidlərimizin ruhunu